Məktəbli dostlarımıza şad xəbərimiz olacaq. Belə ki, artıq bu tarixdən etibarən məktəblərdə tətil başlayır. Gündəm xəbərin efirində 24 yanvar tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, yanvarın 27-sindən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq. Bu barədə Məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib və məlumatda bildirilir ki, Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında müvafiq qərarına əsasən ümumi təhsil müəssisələrində 2025-2026-cı il tədris ili üzrə qış tətili yanvarın 27-sindən başlayacaq və tətil 27 yanvar, 31 yanvar tarixlərini əhatə eləyəcək və 5 gün davam eləyəcək. Qərar ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq qruplarına da şamil edilir. Qeyd eləyək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonraki ilk dərs günü isə 2 fevral 2026-cı il tarixində həyata keçiriləcək.